rəhmətə getdi. Bir gün mənim üçün də deyəcəklər, falan kəs rəhmətə getdi. Özdə belə də çox da şey eləməyəcək. Doğrudan, bundan başqa bir reaksiya da olmayacaq. Bu ömrün nəticəsində bu olacaq. Biri biri məsələn öldü. Bu ilə bitəcək. Amma baxasan deyir, bir nəfər danışırdı ki, deyir, çox günahkar bir adam idi. Şeyx Mürtəza Zahid də alimlərimizdən biri deyir, onu qaldırdılar cənazəsini, aparanda deyir, mən baxdım və deyir, o andan dəyişdim. Ondan sonra həmişə deyirdi ki, bir ölü məni diriltdi. Bir ölünün doğrudan ibrətlə insan baxsa, bir dəfn mərasimi kifayətdir. Çox da sözə ehtiyac yoxdur, danışmağa ehtiyac yoxdur. Buyurur ki, qəlb paslanır, Peyğəmbər sallallahu buyurur. Qəlblər də dəmirlər kimi paslanır. Onları təmizləmək üç yoldan olur. Bir